Mən Tağzadə, mən Tağzadə Aygül Mübariz qızı. eee, 1993-cü ildə Bakı şəhərində anadan olmuşam və 2011-2017-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin məktəbəqədər təlim və tərbiyə ixtisasına yiyələnmişəm. Eee, ondan sonra demək 4 il şahmat məktəbində məşqçi müəllimi kimi işləmişəm və Hə. daha sonra Nanc Psixologiya Mərkəzində psixopedaqoq kimi işləmişəm. Mhm. Sonra analıq məzuniyyətindən çıxdığıma görə, yəni hal-hazırda yəni işdən ayrılmışam. Mhm. Evet. Bax, burada məndən bir sual yazıb ki, niyə Hı hı. deyir işə qəbul olarkən, yeni işə qəbul olarkən hansı Hı hı. yeniliklər eləyərsiniz müəssisənizdə? Hansı yeniliklər eləyərəm? Birinci növbədə baxaram ki, orada hansı, yəni əskiklər var da, yəni ki, eee, nə yenilik eləyə bilərəm ki, uşaqlar burada daha yaxşı öyrənə bilsinlər və bir də, mən Nanc Psixologiya Mərkəzində işlədiyimə görə, yəni burada mən, emm uşaqlarla çox işləmişəm də, inklüziv uşaqlarla daha çox. Adi uşaqlarda olub, yəni tipik uşaqlarda, sağlam uşaqlar da olub. Bunlarda sadəcə davranış pozuntusu falan olub da, amma daha çox mən inklüziv uşaqlarla işləmişəm və Aygün müəllimə, düşünürəm ki, inklüziv uşaq bağçada olmur. bu cür uşaqlarla rastlaşsam, bunlar Uşaq inklüziv olmur. necə? Uşaq inklüziv olmur. Bu yanlış ifadədir. Xüsusi qayğı ehtiyacı olan Bəli, uşaqlarda, yəni. elə olar. Amma inklüziv uşaq yoxdur. İnklüziv ya təhsil sistemidir, ya Yəni da cəmiyyətdir. Yaxşımı? aha. Yəni xüsusi belə deyək ki, Hə. daha doğrusu, yəni xüsusi qayğıya ehtiyacı olan uşaq, yəni digər uşaqlardan biraz, yəni geri qalan uşaqda əqli cəhətdən və ya fiziki cəhətdən. Aha. Hə, yəni bu uşaqlar ümumi olaraq, yəni bu uşaqları yəni qoysaq bir kənara, ümumi olaraq, yəni mən düşünərəm ki, onlarla elə bir vasitələrlə işləyim ki, onlarda daha çox, yəni inkişaf etsinlər, yəni özlərini inkişaf elə bilsinlər və bir də elə materiallarla çalışaram ki, işləyim uşaqlarda özgüvənli olsunlar, öz istədikləri bir şeyi edə bilsinlər. Hı. Yəni o baxır sadəcə bağçanın, materiallarına, vəziyyətinə, uşaqların zəkasına. İşləyərkən, iş fəaliyyətində, psixologiya mərkəzində Belə. çalışarkən, ən belə deyək də, çətinlik Aha. çəkdiyiniz hansı, belə deyək də, uşaqlar olub? Hansı məqamda çətinlik çəkmisiniz? Təbii ki, ən çətinlik çəkdiyim autizmli uşaqlarla işləmək idi. Çünki, məsələn, uşaqlar gəlirdi 12 yaşında, 13 yaşında ya 10 yaşında fərqi yoxdur. Məsələn, yaşı bu qədərdir, amma ki, zəkası 6 ay səviyyəsindədir. Yəni bu uşaqlarla işləmək yəni çox çətin idi, hədsiz çətin idi. Üstəlik də ki, autizmli uşaqlarda əgər, davranış pozuntusu varsa, hiperaktivlik varsa, bu yəni daha çox bizi çətinliyə salır da. Yəni şəxsən məni çox çətinliyə İndi salırdı. bağçada Çünki bu işləyərkən uşaqlar, yəni heç cür adaptasiya olmadılar. İndi Aha. bağçada işləyərkən belə uşaqlarla onlarla Bəli. necə məşğələ keçərsiniz? Onlara məşğələyə necə cəlb edə bilərsiniz? Onları ancaq, yəni düşünürəm ki, belə tip uşaqlar bağçada daha çox, yəni olmaz da, çünki bu dərəcədə ağır uşaqlar olmaz. Amma yüngül autizm, Down, davranış pozuntusu, hiperaktiv uşaqlar əgər olarsa, yəni yüngül dərəcədə, bağçaya uyğun yüngül dərəcədə, onları ilk növbədə mütləq şəkildə adaptasiya etmək, yəni ki, Əm, özümə uyğunlaşdırmaq, cəmiyyətə uyğunlaşdırmaq. Yəni bilirik ki, bu uşaqlarda, asosial olurlar da, autizm uşaqlar xüsusilə asosial olurlar. Qoşulmaq istəmirlər, öz dünyaları olur, heç kəslə oynamaq istəmirlər. İlk növbədə birinci onları, uşaqlara özümə adaptasiya etmək, daha sonra yavaş-yavaş, oyunlara salmaq, onlarla müəyyən qədər, fərdi məşğul olmaq, daha sonra, uşaqlarla kollektiv şəkildə oynamağa dəvət etmək. Yəni yenə deyirəm ki, o uşaqların yəni vəziyyətinə baxır da. Yəni hər autizm uşaq, hər Down uşaq, həm hər hiperaktiv uşaq eyni şəkildə olmur, eyni cür Bəli, olmur. təbii ki. Aha. Amma ən birinci başlıca qayda odur ki,
qayda odur ki, ilk növbədə özümü sevdirməliyəm. İstər autizm olsun, istər də ümumiyyətlə mən düşünürəm ki, bütün hər hansı bir uşaq olur olsun, istər sağlam, istər autizm, birinci növbədə müəllim onu özünü sevdirməlidir, özünü adaptasiya etməlidir. Yaşadığı mühitə, yəni olduğu mühitə, bağçaya adaptasiya etməlidir ki, o uşaq müəllimə güvənsin ki, yəni bu müəllimlə hər bir şey etmək olar, bu müəllimin hər dediyini etmək olar. Hı hı. Birinci növbədə məncə adaptasiya etməkdir. Nəyisə öyrətmək, nəyisə oyun oynamaqdan əlavə birinci növbədə. Hı. Aygül müəllim. Aygül müəllimə, qrupda gec Belə. yatan uşaq var. Gec yatan uşaqla necə məşğul olarsınız? Onu necə, yəni yuxuya hazırlayarsınız? Gec yatan Aha, gec yatan əgər uşaq varsa, bunu ilk növbədə onu demək digər uşaqlardan biraz əvvəl yuxuya salmalıyam və yaxud da yəni o əgər gec yatırsa və yaxud da yatmaq istəmirsə, onunla biraz məsəl üçün fərdi söhbət etmək olar, danışmaq olar. Yəni əgər bu da yəni o uşaqla işə yaramırsa, yəni mütləq onu məncə düşünürəm ki, məcbur etmək yox, sadəcə olaraq uşaqlardan əvvəl biraz yuxuya daha tez gətirmək lazımdır, yerinə salmaq lazımdır. Yəni bağçada işləməmişəm də, yəni bu barədə Yəni yəni mən öz düşüncəmi deyirəm, amma düşünürəm ki, işlədikdə daha aha, yaxşı biləcəm. yəni gec yatan uşağı əvvəlmi yatağa salmaq lazımdır, sonra mı? Hamıdan birinci mi, yoxsa məsələn 20 uşaq olur qrupda, biz Məncə daha onları doğrusu mhm. Ailəlisiniz də, düzdür Aygül müəllim? bəli, İnternet bəli, sizdən ailəliyəm. deyirsən. Öz Deməli qızım da var 1 yaşında. hə, baxın, Allah saxlasın. Baxın belə bir şey var da, Hə, 20 uşaq var. Biz onları aha, belə edirik. Mən sizə təsəvvür yaradım bağçada necədir. Yemək yedik, getdik əllərimizi yuduq, keçirik yataq otağına. İndi bağça ayrı aha, olan yataq otaqlarından söhbət gedir. Bizdə ayrıdır aha, məsəl üçün. Deməli, başlayırıq onları pijamalar, böyük aha, qruplardırsa özləri pijamalarını geyinirlər. Geyinə bilməyənlərə kömək eləyirəm və hər kəs yatağına. Balaca qruplarda da bir-bir dayə onların pampersini dəyişir, yenə də pijamalarını geyindiririk. Aşağı qruplarda özümüz eləyirik, körpələr aha, qruplarında. Amma orta qruplarda nisbətən özləri bizim dəstəyimizlə. bilirəm, Bax bilirəm. indi bu uşağı, aktiv uşaqdır, gec yuxuya gedir. Bilirsən ki, bu uşaq çətinliklə yuxuya gedir. Əvvəlmi yatağa salmaq lazımdır, sonramı yatağa salmaq Aha, lazımdır? Yuxuya getməkdə çətinlik çəkən uşaqla necə rəftar eləmək məncə lazımdır? əvvəl. Çünki düşünürəm ki, əvvəl yatağa salmaq lazımdır ki, çünki o biraz məsələn yuxuya gedincə falan artıq yəni vaxt keçir də. Ona görə əvvəl daha məsləhətdir ki, yəni əvvəl yatağa salınmalıdır. Məsələn, İndi indi gec yuxuya yatağa getməkdə salınsa çətinlik çəkir. onsuz o Mən yatmaq yatmayacaq da istəmirəm düşünürəm. deyir. Aha, yatmaq istəmirəm deyir. Durur yerindən. Bəs onda nə etmək lazımdır? Nə edərsiniz? Yəni yox olmaz da, yəni düşünürəm ki, yox, məncə yəni o yəni yerinə salmalıyıq da yəni onu. Çünki bu bir dəfə belə eləyəcək, başqa uşaqlar da axı ona baxıb nümunə götürə bilər. Qarşıdan. Bir dənə də Yəni başqa sual uşaqlar verim. da yatmaq istəməyənlər də baxıb o nümunə götürmək olar. Mən bir Aha, dənə də bəli. sual verim. Mən Nurayın mamasıyam. Buyurun. Zəng edib sizə deyirəm ki, Aygül müəllimə, nə olar Nurayı günorta Aha. yatızdırmayın da. O axşamlar gec Hı. yatır. Biz yatırıq, o oyaq qalır. Yəni heç cür Yox. uyğunlaşmır, bizə bu rejim uyğun deyil. Yatızdırmayın onu günortalar. Qoyun güşədə biraz qoyun oyun otağında qalsın, oynasın. Hə, məni necə razı salarsınız ki, mən Aha, sizi yəni bu dinləyirəm? valideynə yəni Aha, yəni valideynə, yəni normal şəkildə başa salaram ki, bu yəni bağçanın qayda-qanunu var da. Yəni o yatmaq istəmirsə, o demək deyil ki, o uşağın nə istəyir, onu düzdür, məcbur etmək Yox, deyilən bir valideyn şey deyir yoxdur. ki, Sadəcə olaraq yatızdırmayın. yəni bağçanın qayda-qanunu var. Hə, valideyn deyir ki, Aha, yatızdırmayın, axşam evdə gec yuxuya gedir. Yəni güşə valideyn uşaq yatandır. Uşaq yatır, birdən yəni də yatmasa qıcıqdır. belə ən azı yerdə qalmayacaq ki. Aha. Aha. Yəni yatmasa belə uşağı yerində uzanmalıdır ki, yəni o müəyyən saatı da 2 saat olur da yuxu saatı. Yəni o yerində ən azı uzanmalıdır yatmasa belə. Yəni durub ayağa hansısa bir guşədə oynasa, sabah məsəl üçün Leylanın maması deyəcək ki, ay müəllimə, mən də uşağım orada Hə, oynasın. Yəni başqa uşağın da valideyni deyəcək də. Yəni təbii ki. bütün valideynlər ona baxıb nümunə götürəcək, amma yatmasa belə
Yuxuya getməsə belə yerində ən azı uzansın 2 saat müddətində, yatmasa belə. Yəni özü bilər yatar ya yatmaz, amma yəni durub hansısa bir guşədə oynamaq falan, yəni bu yol verilməzdi də bağça. Çünki Bəli. bağçanın öz qayda qanunu var. Bəs Aygün Yəni müəllimə, valideyn nə gün qədər israr rejimi etsə də, doğru, istəsə də bağçanın bəli, doğru. Bəs gün rejimi yaşlara görə dəyişirmi? gün rejimi yaşlara görə məncə dəyişmir. Çünki bütün yəni məşğələ falan, ayıqlıq məncə bütün qruplar üzrə eynidir. Təşəkkür edirik. Dəyişir. Amma dəyişir. Sizə təşəkkür edirik. Burada başqa müəllimə əl qaldırmışdı. Çox Siz sağ olun. Körpəşiklər daha tez yatır. Bəli. çox sağ olun müəllim. Aha, sağ olun. Gün rejimi dəyişkən olur. Körpə qruplarda, ümumiyyətlə birinci kiçik qrupda ümumiyyətlə rejim tamamilə fərqlidir. İkinci kiçik qrupda məsəl üçün fəaliyyətlər məşğələlər daha az müddətli. Biri var məktəbə hazırlıq qrupunun 3 dənə 30 dəqiqəlik məşğələsi, biri var ki, ikinci kiçik qrupun 2 dənə 15 dəqiqəlik məşğələsi. Əlbəttə rejimdə fərq var. Fəaliyyətlərin müddətində fərqlər var. Yoxdur başqa sual cavab almaq istəyən? Aysil müəllimə var. Sonra kim var? Əl qaldıran. Yoxdur heç kəs. Aha, Aysil müəllimə. Maraqlı deyilsə də, olsa vaxtım yoxdur. Dərs açmayacağam da. Sizlə. Aysil müəllimə, buyurun. Müəllimə, salam, necəsiz? Aleykümsalam. Buyurun özünüzü təqdim edin. Qısaca. Baxaq necə təqdim edirsiniz. Yoxsa vaxt ehtiyac yoxdur bəlkə. Siz özünüzü keçən təqdim eləmişsiniz, qalsın. Eyni şeylər təkrar olmasın. Ümumiyyətlə məsləhət. Siz bizə deyin görüm. Regional olaraq hardadır sizdə? Hansı regionalsınız? Abşeron, Sumqayıt. Abşeron regionalı Sumqayıt. Deməli, belə deyək də, Sumqayıt şəhidlərindən bizə saya bilərsiniz? Mən özümü fikirləşdim ki, özümü təqdim eləsəm ki, Oğuz rayon Padar kəndindən doğmuşam. Yəni yaşadığım, yəni doğulduğum yer oradsa, mən onları əzbərləmişəm. Nə deyirsiniz ki, vətənimə Yəni sadiqəm. Olar, buyurun. Bu dəfə sayın, amma Sumqayıtın da şəhidləri varsa, oradan da öyrənməlisiniz. Aha, buyurun. öyrənirəm. Sumqayıtın Fikirləşdim ki, desə Sumqayıtın adı çəkilmir deyə. Aha. Desə Sumqayıtın şəhidini sayın, o yəni olsun da ad çəkməyə. Hə, olar müəllimə deyərəm. Buyurun. Yəni əgər regional Buyurun, kimi soruşub sayın. öyrənirsiniz, öyrənərəm baş üstə. Bəli, regional olaraq da soruşa bilər. Aha. Bəli, bizdə yəni ümumilikdə 25 şəhidimiz var, kəndləri ilə bir yerdə. Hansısa onunu əzbər bilirəm. Əmrahov Saməddin Şamiloğlu, Şirəlizadə Süleyman İlhamoğlu, Babayev Elman Babayev Elman familiyalarını deyim. İsmailov Vüsal, Məmmədov Abid var, Feyzullayev Beyrək, Əfəndiyev Nurlan, Əhmədli Nurlan, Lətifov Rəvan, bir də Paşayev Məhəbbət. Təşəkkür edirik. Siz sağ olun müəllimə. Təhsil nazirimiz kimdir, Asiyə? Emin Əmrullayev. Emin Əmrullayev təhsil naziri seçiləndən sonra hansı dəyişikliklər edib? Yəni layihələrin imza atıb? Onlar bilmirəm müəllimə, öyrənməmişəm. Yaxşı. Dayənin əmək funksiyası hansılardır? Nədir? Dayənin əmək funksiyası müəllimə uşağa baxmaq, daha doğrusu uşağın yeməyi, təmizliyi. Başqa dayənin. Uşaqlara yəni Material olaraq oxumamısınız? necə? Materialdan yox müəllimə. Belə deyim də, ümumilikdə yəni tərbiyəçi müəllimlə birgə, tərbiyəçi müəllimə daha çox məsələn uşağın bilik bacarığıdır, onun yəni necə deyim, müəllim uşağa bilik verirsə, uşağın qidalanması, ona nəzarət olunmağı, təmizliyinə, şəxsi gigiyenasına baxmaqdır. Bəli. Həmçinin təhlükəsizliyini təmin eləməkdir. Yəni bunlar məsələn çölə çıxırsa, tərbiyəçi müəllim uşağı çölə çıxardırsa gəzintiyə, məncə dayə ilə birlikdə, yəni onun tərbiyəçi müəllimin belə də rəhbərliyi altında uşaqlara nəzarəti gigiyeniklə həyata keçirən bir də qrupun təmizliyindən məsul olan şəxsdir. Lorində, amma PDF-də o yazıldığı kimi də bir göz gəzdirərsiniz. Başda.
Diaqnostik qiymətləndirmə necə aparılır? Diaqnostik qiymətləndirmə müəllimə uşağın eee, Aha. ilk bağçaya gəlindən məsəl üçün yəni uşaq nəyi bilir, yəni zona 1, yəni uşaqda nə var, nə bilir. Onun fərdi xüsusiyyətləri nəzərə alınır. Zəif güclü tərəfini müəllim məsəl üçün müəyyən eləyir ki, bu uşaq yəni biliyi götürmə qabiliyyəti nə qədərdir bunlar Yekun müşahidə hesabatın olunur. yekun Aha. hesabatın nəticəsində valideyn sizinlə razılaşmırsa, bu zaman nə etməlisiniz, nə edərsiniz? Valideyn razılaşmırsa, uşağa uşağın portfolisini göstərmək olar müəllimə. Məsəl üçün, yəni ilk öncə müəllim buna, tərbiyəçi müəllim, yəni sakit yanaşmalıdır. Əsəbləşmək və yaxud da yəni başqa bir reaksiya vermək olmaz. Valideynlərin bu cür narazılığını belə deyim də. Məsələn, şu an valideynin narazılığını dinləyərəm ki, yəni görüm iradını bildirsin. Daha sonra yəni həmin valideynin də o narazılığını çalışaram ki, anlayışla qəbul edeyim. Daha sonra uşağın portfolisini göstərərəm. Axırda, Məsəl üçün necə? yəni etirazı bildirəndən sonra portfolyanı göstərirsiniz? Etirazını bildirəndən sonra hə də mən o narazılığını bildirir. Siz elə Qulaq eləməlisiniz ki, asaq. narazı qalmasın da. Hə, hə. Onda əvvəldən o portfolini göstərirəm ki, yəni uşağın obyektiv qiymətləndirilməsi hamısı var burada. Yəni Evet. bütün Əvvəldən. Siz deyirsiniz ki, mən etməklə təşkil eləyərəm ki, yekun hesabatda belə bir naxoşluq yaşanmasın. İl ərzində valideynin portfolyosunu təqdim eləyərəm. Uşağın inkişaf, yəni oturub ilin axırında yekun hesabat yazıb əlinə versəm, təbii ki, valideyn etiraz eləyəcək. Bəyənməyəcək. Deyəcək, ay müəllimə, nə danışırsınız? Siz burada yazmısınız ki, ta ki riyazi bacarıqları zəifdir. Axı mən evdə o bacısı ona suallar verir, Orxan qəşəng cavab verir. Amma siz burada yazmısınız ki, bacarmır. hə müəllimə düzdür. Yəni əvvəldən o portfolioda mən diaqnostikdir, formativdir, summativ deməyim də, indi bizdə yekun hesabatdır. Orada summativ, məktəbdə summativ. Yekun Məsələn, hesabat deyil, müşahidə inkişafa dair yekun hesabatdır əslində. İnkişafa dair yekun Hı hesabat. hı. Bəli, bunların hamısını əvvəlcədən göstərirəm ki, müəllim valideyn artıq şikayət etməsin. Məktəbəqədər təhsil müəssisələri necə idarə olunur? Məktəbə qədər Bağçalar necə idarə olunur? Hı -hı. kim tərəfindən müəllimə? Yoxsa Necə idarə olunur? bu şəffaflıq, bunu dediniz müəllimə, şəffaflıq nə idi bir də? Demokratik, bir də Hı -hı. aha, şəffaf, demokratik, bir də Aşkarlıq. aşkarlıq, bəli. Nizamnaməyə əsasən, bəli. Aha. Sonra bəs bağçada ali idarəetmə orqanı nədir, nə sayılır? Bağçada ali idarəetmə orqanı. Nə idi o? Düz mən atmışdım. Pedaqoji şura, bəli, pedaqoji şura, bəli. Bəli, atmışdım, amma üzü açılmır telefillərin. Yəni yox, baxın, yadıma düşdü müəllimə. Prosta cümlə başqa cür. Nədir pedaqoji şura? Düzdür. Pedaqoji şura, məsəl üçün, müəllimin bağçada olan rəhbərlik, müəllim, işçilər, məsələn, Hansı orada işçilər keçirilən pedaqoji şuraya daxil olur? Kimlər pedaqoji şurada iclaslar, kimlər iştirak edə bilər pedaqoji şurada? tərbiyəçi müəllimlər, valideynlər, yəni şura üzvləri sayılır. Pedaqoji şurada valideynin nə işi var? Pedaqoji şura, düz deyirsiniz. Adına baxın, Pedaqoji şura. pedaqoji işçi. Pedaqoji işçi deyəndə heç uşaqlar da aid deyil. Sadəcə Əlbəttə, rəhbərlik müəllim. o təhsil prosesinin iştirakçısı başqadır, pedaqoji işçi başqadır. İndi dayə Bəli. pedaqoji şurada iştirak eləyə bilərmi? Xeyr. Pedaqoji Xeyr. şurada nə iş görürük ki biz? Nə iş görməliyik? Heç təəssüratınız varmı bu barədə? Düzdür, mülkçi müəllimlərin bunu bilməməsi normaldır. Çünki orada da day baxmır da müsahibə komissiya üzvü ki, bu müəllimənin bağça haqqında təəssüratı var, yoxsa yoxdur. Ümumiyyətlə mən bağçada keçirilən, məsəl üçün, rəhbərlik, müəllim tərəfindən keçirilən iclaslardır. Ümumiyyətlə təhsildə olan, yəni həmin o bağçada gedən fəaliyyətlərin ümumi müzakirəsi olunur. Yəni qərar verilir, məsəl üçün, nəsə bir İllik yenilik plan pedaqoji şurada müzakirə olunur. Bağçanın iş saatı məlum məsələdir. İndi
7 saat, 12 saatlıqdır, 10 yarımdır, 10-dur, 9-dur. Ona uyğun gün rejimi orada təşkil olunur. Müəllimənin bir gündən birmi, gün açığımı, yoxsa smenləmi işə çıxması pedaqoji şurada həll olunur. Hansısa bir yenilik, hansısa bir inventarda dəyişiklik və sairə yaxud hamısı pedaqoji şurada müzakirəyə çıxarılır. Yəni pedaqoji şura bağçanın ali idarəetmə orqanı sayılır. Mhm. Bu il nə idi Ayşin müəllimə? Bu da axırıncı sualımız olsun. Bu il konstitusiya və suverenlik ili. Niyə? Nə səbəbə? 1995-ci ildən 2025, yəni konstitusiyamızın 35 illiyi idi. 30 illiyi idi bu illəri. Keçən nə il idi bəs? Keçən il 2024 yaşıl dünya üzrə həmrəylik iqlimlə bağlı. COP layihəsi ilə bağlı. Amma mənim Bəli. ilan il deyildi keçən. Müəllimlər elə bəzən elə bilirlər ki, bu cür sual bu mənada verilir, amma burada İlham Əliyevin qanunu ilə birlikdə fərmanı ilə illərə müəyyən adlar verilir və həmin il, həmin istiqamətdə işlər görülür. Bəli. Bəs 23-ü dediniz, 22-ci il 22-ci Şuşa ilidir. Şuşanın 270 illiyi ilə bağlı. Harika. Ümumilikdə də yəni illər ümumiyyətlə də 2007-ci ildən bəri İlham Əliyevin göstərişi ilə, yəni 2007-ci ildən özü bəri başlayıb, yəni il Bəs hər il nəsə 23-cü il, 2023-cü il. 23 Heydər Əliyevin 100 illiyi 1923-cü il və 2023. Sağ olun. Bunlara regionaldan olan müəllimələr baxsınlar. Səbəbini də soruşacaq ki, niyə, nə səbəbə filan ildir? Məsəl üçün 21-ci il nə il idi? Belə suallar verilə bilər. Uşaq ili nə vaxtdır? Belə də sual verilə bilər. 2009-da. Aha, yəni uşaq ilini deyirsiz ki, ay müəllimə, 2009-da heç mən yox idim. Yəni o biz uşaqlarla işlədiyimiz üçün uşaqların müdafiə gününü bilməliyik. Ümid Azərbaycanda bu məsələ ilə bağlı nə işlər görülübsə, hamısını bilməliyik. Bəli. Aha, təşəkkür edirik Ayşə müəllimə sizə. Siz sağ olun müəllimə, çox sağ olun. Burada var Aytəc Əliyeva yazılan müəllimə. Buyursun, Aytəc Əliyeva, səs aça bilirsiniz? Bəli, müəllimə. Aytəc müəllimə, özünüzü təqdim etməyə ehtiyac var? Müəllimə, bəli, istəyərdim edəm ki, yəni buyurun. kimə Elə görə müəllim sorulur. var ki, deyir ehtiyac yoxdur, yaxşıyam. Elə müəllim var ki, deyir çətin. Buyurun. Görək özünüzü nə Mən Əliyeva Aytəc 1993-cü il dekabr ayının 27-sində anadan olmuşam və 2001-ci ildə Beyləqan rayonunun Bünyadlı kənd orta məktəbinə tam daxil olmuşam. 2011-ci ildə bitirmişəm və 2012-ci ildə Şirvan Dövlət İqtisadiyyat Humanitar Kollecinə məktəbəqədər təlim-tərbiyə üzrə fakültəsinə daxil olmuşam və 2016-cı ildə bitirmişəm. Bitirdiyim müddət ərzində müxtəlif vebinarlarda, təlimlərdə ixtisasımı artırmaq məqsədi ilə iştirak etmişəm, özümü inkişaf elətdirmişəm və 2025-ci ildə məktəbəqədər müəllimlərin təlim-tərbiyəsi üzrə müəllimlərin işə qəbulu üzrə test mərhələsindən uğurla keçmişəm və 41,50 balla uğurla keçmişəm. Bundan sonra isə müsahibə mərhələsinə qoşulmuşam. Uğur qazanmışam. Uğur qazanmışam, bəli. Pedaqoji təcrübəniz varmı? Pedaqoji təcrübəm belə vebinarlarda, təlimlərdə iştirak eləmişəm. Yəni Yox, pedaqoji təcrübə işi soruşur. İşləmisiniz arada? iş stajım xeyr yoxdur müəllimə. Yəni heç bir yerdə Niyə nə işləməmisiniz? özəldə, nə də dövlətdə işləməmişəm, xeyr. Niyə işləməmisiniz? Necə deyim, imtahan vermişəm, yəni yerlər olmadığı üçün iştirak edə bilməmişəm. Əvvəlki imtahanlarda iştirak eləmisiniz? Bəli, iştirak Uğur etmişəm. qazanmısınız? 2023-cü ildə bəli, uğur qazanmışam, lakin iş yerləri rayonumuz üzrə Bunu deyərsiniz orada, yaxşı? bəli, uğur qazanmışam. Yəni 2023-də keçmişəm, gözləmişəm, gözləmə müddətində dolmuşam. Yer olmadığı üçün yəni bir də daha qoşulmuşam. Hansı rayon? Beyləqan rayonu. Neçə balla? Niyə bu qədər? Yəni neçə balla? 38 bal. 38 balla. Beyləqanda yer yoxdur deməli. Xeyr, heç bir yer Bunu tutmadı. vurğulayarsınız orada. Keçdiyinizi, yerləşmədiyinizi, yəni uğur Müəllimə, qazanmışsınız. müxtəlif təlimlərdə iştirak etmişəm, sertifikat almışam. Yəni onu müsahibəyə aparmaq doğrudurmu? Aparırsınız, baxanda baxırlar, baxmayanda baxmırlar.
Bəziləri deyir aparmayın, bəzisi deyir aparın, nə bilim, O sertifikatları apardınız, yəni adını çəkdiniz, oradan sizə sual verəcək ki, nə öyrənmisiniz? Məsəl üçün deyəcək, hansı seminarda iştirak eləmisiniz? Adını soracaq. Deyəcəksiniz ki, tutaq ki, nə bilim, planlaşdırma. Deyəcək, buyurun, planlaşdırma nədir? Siz də başlayacaqsınız, planlaşdırma caridir, illikdir. O deyəcək, axı planlaşdırma, mən səndən planlaşdırma nədir soruşuram, sən planlaşdırma növünü soruşmuram. Yəni bax belə şeylər olacaq. Məsələn, inklüziv proqrama qoşulmuşam. Başlayacaq inklüziv təhsildən sənə suallar verməyə. Desən ki, məsəl üçün nitq pozuntuları olan seminara qoşulub, webinara qoşulmuşam. Oradan yəni nə adın çəksə sual gələcək oradan. Baxırlar. Aparın. Yəni onun bir ziyanı yoxdur. Amma hazırlıqlı da olun da oradan verilən hər hansısa bir suala. Bəli, müəllimə. Ümumiyyətlə apardınız, aparmadınız. Sertifikatın adını çəkdinizsə, hər an oradan sual gələ bilər. Bəli. İşləmədiyinizdə müəllimə, deyirsiniz ki, ailəlisiniz də? Bəli, 2 övladım var, Ailə ailəliyəm. qurmuşam, ailə qurmuşam, övlad böyütmüşəm. Bu səbəbdən də işləməmişəm. Sonra da imtahanda iştirak eləmişəm. Yox, Buyurun. mən amma belə bilirəm, komissiya üzvünün qarşısında deyirəm, yəni dəfələrlə icra hakimiyyətinə getmişəm. Onu deməyin. Onu deməyin. Yox, onu demirəm, müəllimə, sadəcə sizə deyirəm, Sizə suallar verək. Deməli, rayon Beyləqan, Bəli. yəqin ki, şəhidlərinizdən öyrənmisiniz, bilirsiniz, şəhidlərinizi tanıyırsınız. Elə hal-hazırda bizim kəndimizdə də biri 1993-cü ildə Nəsibov Rantik Yasivoğlu var. O rəhmətə getmişdi, şəhid olmuşdu vətənimiz uğrunda hal-hazırda. Biri də 2020-ci ildə Quliyev Vəfadar şəhid olmuşdu. Biri də Teybov hal-hazırda adını unutdum. Bir də Teybov yox. Dalbadal bir neçəsini sayın. Rayonunuzun, kəndinizin varsa kəndinizin. Hal-hazırda bizim 3 dənəsi şəhid olmuşdu da bizim Rayonunuzun kəndimizdə. şəhidlərindən ən azı bir 6-7 dənə öyrənin ki, 5 dənəsinin ardıcıl saya biləsiniz. O Özləri demək olar ki, bizim Azərbaycan üzrə ən çox şəhid vermiş rayon bizim Beyləqandır da. Yəni bunu elə orada da yəni bir neçəsini saya bilərsiniz. Yəni özü də xüsusilə əgər bu qədər say yüksəkdirsə, ən azı 5 dənəsini ardıcıl saya bilərsiniz. Deyirəm ki, yəni bizim necə deyim, qəhrəmanlar diyarıdır bizim Beyləqan. Burada aprel döyüşləri nə vaxt olub? Nə zaman olub? Nə qədər şəhid olub orada? Səbəb nə idi? 2016-cı ildə aprel döyüşləri baş vermişdi. Aprelin 1-dən 2-sinə keçən gecə Lələtəpə uğrunda döyüşlər olmuşdu. Bu istiqamətdə Polad Həşimov, səhv etmirəmsə, səhv edirəm, eləmi? Bir neçə tam şəhidlərimizin adı yadımda deyil. Yəni bu istiqamət üzrə döyüşlər olmuşdu. Uğur bizim ordumuzun üzərində oldu. Qələbə bizimlə oldu. Yəni sadəcə olaraq şey deyə bilərsiniz, nəticəni deyə bilərsiniz. Çalışın biraz oradakı şəhidlərə də baxın. Polad Həşimov o biri döyüşdə, Tovuz döyüşlərində şəhid olub. Bəli. Yaydaydı, avqust ayıydı deyəsən biraz. İyulda 20-ci ildə müharibədən qabaq. Bir neçəsinin adını çəkə bilir. Sayını bilin, məsəl üçün neçə şəhid olub. Belə suallar verirlər. Yəni bu tərbiyəçi mən keçən dəfə də bu barədə səs atmışdım qrupa ki, bu tərbiyəçi müəllim olmaq üçün deyil. Bu vətəndaş olmaq üçündür. Bu sualların cavablarını bilmək. İndi bizə deyin görüm, kurikulum nədir? Kurikulum bizim Azərbaycan dövlətinin məktəbəqədər uşaqlarının bir şəxsiyyət kimi formalaşmasında böyük bir zəmin yaratmışdı. Bu dövlət standartlarıdır. Yəni dövlətin qoyduğu standartlara biz müəllimlərin vəzifələridir ki, bunu düzgün şəkildə yerinə yetirsin. Bir müəyyən bir yaş qrupuna uyğun olaraq, yəni bir standartlar mövcud etmişdi. Bu standartlara uyğun olaraq da biz uşaqları bir şəxsiyyət kimi formalaşdırmalıyıq. Belə deyək də, məktəbəqədər təhsil proqramıdır. Belə başlayırsınız, danışırsınız əlavə olaraq. Məktəbəqədər təhsil məzmununa nələr daxildir? Məktəbəqədər təhsilin məzmunlarına burada elə bir həyəcandan bir də komissiyanın elə qarşısındayım. Məktəbəqədər təhsil məzmunlarına burada standartlar daxildir, strategiyalar, planlaşdırma, Onlar məzmun qatdınız.
qatdınız. Strategiya özü strategiyadır. Planlaşdırma elə strategiyaya daxildir. Məzmununa nələr daxildir? Yaxşı, bu sual qalsın. Bunu başqa müəlliməyə verirəm. Müəllimə, Şəxsiyyət Cahan müəllim, yönümlü strategiya gedəndə kim idi danışan müəllimələrdən? Ay, yox, adı yadımdan çıxdı. Kim idi danışan? Müəllimə Əliyev Aytə. Müəllimə, Sizi strategiyanın nə olduğunu deyə sizi bilərəm. sual cavab eləyirdim, Aytəc müəllimə. Hə. Aytəc müəllimə, Müəllimə, uşaq müəllimə. yönümlü prinsiplə didaktik prinsipin fərqi nədir? Uşaq yönümlülük müəllim uşağın meyil marağını, Uşaq potensialını, yönümlü, şəxsiyyət yönümlü. Deyəsən səhv dedim. Uşaq yönümlü, şəxsiyyət yönümlünün fərqi. uşaq yönümlüdə uşağın meyil marağını, onun vak abreviaturasına uyğun olaraq uşaqlar hansı nəyi bacarırsa, onu yönümdən yəni uşağın meyli marağı nəzərə alınır. Amma şəxsiyyət yönümlüdə də biz bilirik ki, 4 aspekti vardı. Bunlardan idrakdır, kinestetikdir, daha sonra idrak, ünsiyyət və milli bəşəri dəyərlərdir. Bundan da bir-birinin fərqi orasındadır ki, yəni tam bütöv bir şəxsiyyət yetişdirməkdir də şəxsiyyət yönümlülük. Vaku nədir bəs? Vaku dediniz. Vaku uşağın meyil marağı, öyrənmə potensialları, differensiallıqdır burada müəllimə. Meyl maraq nədir? Meyil maraq, yəni uşaq nəyə meyillidir, nəyə maraqlıdır, o istiqamətdə uşağı inkişaf etdirir. Tutaq ki, bir uşaq hərəkətlidirsə, yəni onu necə deyim, diqqətini cəlb etmək üçün onu hərəkətli tutaq ki, fiziki hərəkətlərlə bağlı tutaq ki, biz sadə bəzi təsəvvürlər məşğələsindəyiksə, o uşağa tutaq ki, qaçırsa deyirik ki, neçə dəfə qaça bilərik, başlayıb saya bilərik, yəni inteqrasiya edə bilərik, bu kimi yəni. Görürsüz, sualdan da sual çıxır. Nə ağzınızdan nə çıxartdınız? Təbii ki, orada komissiya heyətləri əgər təcrübəlidirlərsə, əvvəlki imtahanlarda falan iştirak edirlərsə, bax belə sualdan sual çıxardırlar. Ağzından çıxan sözü tutub sənə oradan sual verirlər. Vako dediniz, vakodan gəldi. Meyil maraq dediniz, meyil maraq dediniz. Məsəl üçün deyir ki, didaktik prinsiplər sayırsan, birini tutur çıxardır, deyir ki, bu prinsip nədir? Bu haqda danış. Bir dənə də sual sizə verim. Deməli, uşaq ana valideyn, deməli siz rayondasınız da. Rayonda bağçalar adətən biraz 7-yə qədər bağça çox az olur. Bəzi bağçalar demək olar ki, 7-yə qədər deyil. Montessori bağçadır da müəllimə, çox da uşaq yoxdur o dərəcədə də. Yəni qarışıq yaş qrupu. 6-da bağçanız iş saatınız 6-da qurtarır. Valideyn gəlir 7-də uşağı götürür. Bu məsələ necə həll edirsiniz? Əvvəlcədən valideynlərə biz yəni iclaslar təşkil etməliyik. Onlara iş saatımızı, gün rejimimizi, uşaqların qidalanması barədə, məşğələlərimiz barədə, nə keçəcəyimiz barədə yaş qruplarına uyğun olaraq söhbətlər əsasında aparmalıyıq və biz onların necə deyim, vaxtımızı bitdiyini, nə zaman iş saatıdır, 9-dan tutaq ki, 5-ə qədər bizə iş saatı elədi müəllimə. 9-dan 5-ə qədər, yəni iş saatımızı vurğulamalıyıq, yəni uşağı vaxtında bağçaya qoyub, vaxtında götürmələrini xahiş etməliyik. Əgər bu nadir hallarda baş verərsə bu hal, biz yəni gözləyə də bilərik, uşağı başlı başına boşlamamalıyıq da. Yox, bu hal dəfələrlə baş verərsə, valideynə biz müraciət etməliyik. Əgər bu alınmırsa, onu müdirə müraciət etməliyik ki, yəni bu dəfələrlə baş verir. Amma xarici ölkələrdə də belədir ki, valideyn əgər işləyən valideyndirsə və yaxud da ki, nəsə hər hansı problemi varsa, dəfələrlə bu baş verirsə, ona pul kəsilir. Yəni qalacağı müəyyən məbləğdə dəqiqəsinə uyğun, saatına uyğun hesablanaraq ondan əlavə xərc istənilir, gəlir istənilir. Siz eləyərsiniz elə bir şey, valideynlə razılaşsa? Əgər o valideynin işi vacibdirsə, yəni mənim də özümün ailəm var, uşaqlarım var, övladlarım var, onlarla maraqlanmalıyam. Yəni niyə də olmasın ki, əlavə gəlir qazanc yeri olarsa, niyə olmasın ki? Təşəkkür edirik. Çox sağ olun müəllimə. Fikirlərim sizi qane elədi müəllimə, yəni keçməyimdir. Mən komissiya üzvü deyiləm ki. Elə də necə təəssürat bağışladım yəni. Yaxşı, normal. Elə belə də olmalıdır, yəni. Fərqli bir şey yox. Təşəkkürlər. Siz özünüzü ifadə eləməkdə, yəni yaxşı səs tonunu, səs tembrini, bir də orada yəni həyəcanlanmalı da bir şey yoxdur da. Adi adamlar da oturublar.
Yaxşı. Bəli, müəllimə. Yəni Onlar da bizi özünüz də uğur qazanmısınız. Yəni müsahibədən keçmisiniz, yoxsa müsahibədən iştirak yox, yox, müsahibəyə şəxsən çağırılmamışam. Yəni ancaq test mərhələsindən keçmişəm 2023-də. aydın. Yəni yüksək ballar olub da yəqin, onlar yerləşdirdə 1-2 nəfər də olsa heç olmasa, yoxsa ümumiyyətlə. Yox, ümumiyyətlə biz yerləşdirilməyib bizim. Heç 2023-də heç kim yerləşdirilməyib. Oy. Əvəz Və edici kimi falan da heç. Amma bircə əvəzedici kimi məni çağırmışdılar rayona. Ona da uzaq olduğuna görə getmədim də. Aydın. Elə vəziyyət. İnşallah bir dəfə Yəni. yaxşı olar. İnşallah müəllimə, inşallah. Təşəkkür edirəm. Pərvanə Osmanova. Buradasınız Pərvanə müəllimə? Əlinizi qaldırmısınız. Pərvanə müəllim səsi açmadı. Xədicə İmanova yenidən əlini qaldırıb. Deyəsən bayaq sual cavab eləməmişdi. Nəsə sual vermişdi Xədicə mənə. Bəli, sual cavab verəməz, sual ver. Özünüzü təqdim etməyə ehtiyac var? Mən eləyim. Yəni Əslində mənim adım Xədicə deyil, qızımın adı Xədicə, özüm adı Türkandır. hə, Türkan müəllim. Yəni burada Xədicə yazır ona görə. Aha. Hə, Yəni ehtiyac var yoxsa? Nə bilməm, siz eləyin, məndə bir tələskənlik var. Buyurun. Çalışıram, bunu aradan qalıb, bir də ılarım çoxdur mənim, çox Buyurun, deyirəm. Bu evdə də, yəni düzlük qarşısında da rahat məşğul Deyirəm, mən edilərsiniz. dizinin qabağını deyirəm, yenə də elə bir ki, fikrim gedir, yəni ılar başlayır. Aha, deməli, mən Rızayeva Türkan, 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuşam. Ailəliyəm, 3 övladım var. Bunu demək ehtiyac var mənimə? Deyə bilərsiniz, bəli. Aha, ailəliyəm, 3 övladım var. Mən ilk təhsilimi 1997-ci ildə Sumqayıt şəhərində 5 saylı orta məktəbə daxil olub, 2006-cı ildə bitirmişəm və sonra 2006-cı ildə Bakı Dövlət Humanitar Kollecinə daxil olub, yox, 2006 nədir? 2000 mən yenə orada. 2017-ci ildə Bakı Dövlət Humanitar Kollecinə daxil olub, 2020-ci ildə bitirmişəm. Daha sonra 2021, 2022, 23, 24-cü illərdə özəl təhsil mərkəzində çalışmışam. Məktəbə hazırlıq və erkən inkişaf ixtisasına uyğun fəaliyyət göstərmişəm. Sonra 2025-ci ildə mənim Təhsil Nazirliyinin 2025-ci ildə Elm və Təhsil Nazirliyinin keçirdiyi müsabiqədə iştirak etmişəm. Yüksək nəticə əldə edib, hal-hazırda müsahibə mərhələsində iştirak edirəm. Bəli, uğur qazanmışam. Biraz yenə çox çaşdınız, çox qəbul Bəli, olunub. hər bir çaşdıram. Bir də işlədiyiniz illəri 2022, 2023, 24-cü illərdə yox. Deyirsiniz ki, 2022, 24-cü illər ərzində 3 il müddətində də deyə bilərsiniz. Hə, yəni bir-bir illəri saymağa ehtiyac yox. Deyim ki, 3 il ərzində özəl bağçada fəaliyyət göstərmişəm. Belə. Bayaq hansısa sualı müəllimə cavablandırmadı, yox. Məktəbəqədər təhsil məzmununa nələr daxildir? Məzmuna iş suları, yox, strategiyadır. Test mərhələsinə hazırlaşmışdınız ödənişli? Bəli. Bir ay hazırlaşmışam Şahanə müəllimədə sürət qrupunda. Məktəbəqədər təhsil məzmununa nələr daxildir? Yazmaq istəyirəm. Birini deyim. Yəni heç nə demirəm, müəllimələrdən soruşuram ancaq. Tərbiyəçi müəllim, hansı rayondansınız? Unutdum. Sumqayıt. Sumqayıt. Tərbiyəçi müəllimin hansı vəzifələri var? Vəzifələri, deməli, uşağın məsələn, uşağı testlərə düşmüşdü, uşağı qorumaq, nə bilim, hüququnu qorumaq, onun təlim tərbiyəsində məşğul olmaq. Neçə ballanısınız Xədicə müəllimə? Balınız neçə oldu? 41. Oradakı sualların hamısını bilirdim, mən prosta... Yox, hüquq vəzifəni əzbər bilməlisiniz. Məktəbəqədər təhsil məzmununun strategiyasını, dəyərləndirməsini əzbər bilməlisiniz. Məsəl üçün, müəllim ildə bir dəfə, məsəl üçün, tibbi xidmətdən keçməlidir. Sonra mükafatlandırmaq onun hüququdur. Məsəl üçün, sertifikasiyadan keçməlidir, onun vəzifəsidir, yəni təhsilini dövlət səviyyəsində. Biri var ki, məsəl üçün, təhsilini özü istədiyi kimi artırıb, azaldıb, o onun hüququdur. Amma sertifikasiyadan keçmək onun vəzifəsidir. Sonra... Bağçanın qidası hardan gəlir, necə təmin olunur?
bağçanın qidası ə, icra hakimiyyəti də müəyyən müvafiq icra orqanlarının qidalar müəyyən Müsahibə mərhələsinə hazırlaşırsınız? hazırlaşıram bəli müəllimə. Yaxşı, qoyun başqa sual verim onda. Bu sual qalsın, başqa müəlliməyə yönləndirərəm. Tərbiyəçinin əmək funksiyası nələrdir, hansıdır? Əmək funksiyaları. Valideyn evə Aynen. gedəndə sizi zəng vurur, axşam deyir ki, Türkan müəllimə, bəs Nihatın əlinin üstü göyərib. Nihat deyir ki, müəllimə vurub məni. Belə bir zəng alsanız, necə reaksiya verərsiniz? Sumqayıt sual olur. Müəllimə, bu elə bir şey, bir növ onu məsəl üçün araşdıraram ki, yalan olub olmadığını müəllimə necə başa düşəmədim tam sualı. Baxın, axşam sizə mən zəng vurmuşam, deyirəm ki, Türkan müəllimə, Nihatın əlinin üstü göyərib. Deyir ki, Nihat, Türkan müəllimə vurub məni. İndi sizi ittiham edirəm ki, mənim uşağımı vurmusunuz. Niyə vurmusunuz? Uşağın əlinin üstü niyə belədir? Sizdən şikayət O zaman edəcəm. Müdirə, nazirliyə. Sizi işdən çıxartdıracam. Deməli, müəllimə, mən birinci valideynlə söhbət eləyərəm. Məsəl üçün qeyd eləyərəm ki, bu hal yaşanmayıb. Bu hal yaşanmayıb da, yaşanıbsa da, məsəl üçün kameralara baxdıraram məsələsindən, müdirlə danışarıq. Yəni, məsələni yerindəcə həll eləyərəm. Yəni, haqlı olduğumu Vurmamışam da. Yəni siz vurmamışam. Yəni, vurmadığımı göyərib bəs. ola bilər ki, uşaq ehtiyatsızlıqdan ola bilər, oynayarkən ola bilər. Yəni bağçada yoxsa evdə? Bağçada olubsa siz onu görməli idiniz. Bəli, nəzarətim olmalıdır. Nə ola bilərdi? Məsəl üçün, nəzarət gözümdən qaça bilər. Uşaq hiperaktiv ola bilər. Məsəl üçün, olur da uşaqlar hiperaktiv uşaqlar qaynayır. 5 dəqiqə üzü çevirən kimi yenə başqa fəaliyyətlə məşğul olur. Mən valideyn qayıdıb desə ki, müəllimə, siz hara baxırdınız? Onda nə deyərsiniz? Yəni bağçada olub, məsələn deyirsiz ki, hə, bəs mənə deyirsiz ki, Cahan xanım, bəs hə, Nihatın əlinin üstünə Murad maşın vurdu. Ona görə göyərib mənim yadımdan çıxıb sizə məlumat vermək. Mən də qayıdıb deyirəm ki, olur ha belə şeylər. Yəni siz elə bilirsiniz mən bunu özümdən çıxardıram. Valideyn deyir ki, bəs Türkan Ola bilər müəllimə. siz hara Əgər baxırdınız? ola bilər ki, mənim məsəl üçün diqqətimdən yayınıbsa, o zaman valideyndən üzr istəyərəm. Məsələn, bir də belə bir hal olmamağına deyərəm, qeyd eləyərəm ki, yəni bir də belə bir hal yaşanmaz falan belə. Yaxşı, Çünki təşəkkür mənim edirəm. valideynlə mübahisə eləmə hüququmuz yoxdur. Mən mübahisə eləməli deyilik. Valideynlə, yəni belə doğru desəm, yola verib, yəni valideyni başa salmalıyıq bir sözlə, mülayim şəkildə. Ay sağ olun. Təşəkkür edirik. Sağ olun. Kim var burada? Mənim dərsim var düzdür. Müəlliməm gəlsin. O indi yazınca bir nəfər də sual cavab edəcəm. Kim var burada? Buyurun. Mündəricatda 54 səhifəlik PDF-də göstərilən hər bir şey onun məzmununu əhatə edir də, düzdürmü? Bilmirəm, siz deyəcəksiniz. Mən sizin o biri canlılarınıza da qulaq asmışdım. Ona görə dedim ki, inkişaf sahələridir, iş üsulları, formaları, təlim strategiyaları, müəllimin uşaqda formalaşdırılan səriştələr, müəllimin pedaqoji qabiliyyətləri, bunlar hamısı Yanlış. məktəbə məzmunu. Bu suala Nəsibə Abdullayev cavab versin mənim müəllimələrimdən. Buyursun. Salam əleykum. Aleykümselam. Nəsibə müəllimə, məktəbdə təhsil məzmununa nələr daxildir? Məktəbə qədər təhsilin məzmununa inkişaf sahələri, didaktik prinsiplər, Bəli, sayın. inkişaf sahələri, Sayın hamısı. Müəllim, mən deyə didaktik bilərəm. prinsiplər, Mən deyə təlim bilərəm. nəticələri. Deyə bilərəm.
Xeyr, müəllimə deyirdi. Aha, bir də təzədən başlayın Nəsmən müəllimə. Bunları dayanmadan ardıcıl sayın, müəllimələr də eşitsinlər də. Aha. Deməli, məktəbəqədər təhsilin məzmununa Hı hı. inkişaf sahələri üzrə təlim nəticələri, məzmun standartları, didaktik prinsiplər, Hı hı. səriştələrimiz Bir də bunlar fəaliyyət. Bir də daxildir. fəaliyyət. Bəli, bir də fəaliyyət. Hı hı. Təşəkkür edirik. Bəs Nəsmə müəllimə, Çox sağ olun. gəlin sizə başqa bir sual verim. Deməli uşaqlar deməli necə sual verim? Bağçaya təzə gələrkən adaptasiya olmaqda çətinlik çəkirlər. Düzdür. Çətinlik çəkən uşaqların adaptasiyasını necə təşkil edərsiniz? Çətinlik çəkən uşaqların adaptasiyası lazımdır. Bu istiqamətdə uşaqların adaptasiyası üçün birinci növbədə onunla yaxın təmas deyəndə belə münasibətimi qurmağa çalışaram. Yəni onun qarşısında dayanaram, onun boyu səviyyəsində ünsiyyət qurmağa çalışaram. Özümü sevdirməyə çalışaram. Marağının öyrənib onun marağı istiqamətində bir hərəkətlər eləyərəm və yaxud da onun adaptasiyasına kömək edə biləcəksə evdən hansısa bir sevimli oyuncağının gətirilməsinə icazə verərəm. Məncə bunu icazə vermək olar. Və uşaqla ünsiyyəti bacarmalıyam. Yəni onun bizim müəllimin peşə qabiliyyətidir. Uşağın qəlbinə yol tapmaq, onun əgər uşaqla ünsiyyəti bir də balacasa da qura bilmişəmsə, mütləq onun meylini, marağını, onu sevindirən, onun maraqlandığı bir şeyləri anlamış oluram və o istiqamətdə ona yaxınlaşaram. Ay sağ ol. Bəs valideynlə nə məsləhət görərsiniz bu yana? Bax mən valideynlə uşağım çətin adaptasiya olur. Hər gün ağlayır. Artıq 10 gün keçib, yenə də uşaq ağlayır. Sizə də deyir ki, anamı istəyirəm, evə getmək istəyirəm. Bu zaman mənə valideyn olaraq nə məsləhət görərsiniz? Mən nəyi yanlış eləyirəm? Mən elə gəlir ki, valideyn əvvəlcədən evdə uşağını bağça haqqında, bağçaya həvəs, sevgi yaratmalıdır, onu hazırlamalıdır psixoloji cəhətdən evdə. Bağçaya gedəsən, orada dostların olacaq. Yəni bunu valideynə əgər eləməyibsə, valideynə bunu məsləhət görürəm ki, evdə onunla bağça haqqında söhbətlər aparsın. Bir də israrlı olmaq lazımdır. Məcbur eləmək yox, amma israrlı şəkildə birlikdə, valideynlə birgə əməkdaşlıqla. Adətən valideynlər səhər-səhər belə olur da, aranızda uşağını bağçaya qoyanlar var yoxsa yox. Səhər-səhər yuxudan dururuq, əsəbi oluruq da. Ya da çatdıra bilmirik, məsəl üçün bağçaya çatmalıyıq. Uşağı tartışdırıb geyindiririk, ayaqqabısını məcbur özü geyinə bilmir, söyə-söyə, əsəbləşə geyindirir, əlindən tutub dartı-dartı aparırıq. Bir onu məsəl üçün sığallamırıq, öpmürük, demirik ki, səni gəlib götürəcək. Səni yat dur, yeməkini ye, səni gəlib götürəcəm. Buna da valideynə məsləhət bilmək lazımdır. Həmişə mənim bir sözüm var, deyir, müəllimliyin məktəbi var, amma valideynliyin məktəbi yoxdur, düzdür? Yəni valideyn o uşağı bağçaya qoyan müddəti o uşaq üçün müvəqqəti olduğunu, indi bir azcadan sonra da, yəni daha tez gələcəm, anlatmaq yox, amma mən mütləq gələcəm. Fəaliyyətlərin adını, sən yemək yeyəcəksən, məşğələ oynayacaqsan, yatıb duracaqsan, gəlib səni götürəcəm. Bəli, bu sözü valideyn deməlidir. Bu dünya psixologiyasında öz sübutunu tapan faktdır Bir də ki, uşağına bağçanı evdəykən sevdirməlidir, bağçaya getməyin gözəl bir şey olduğunu. bəli, yoxsa Çoxlu bizə deyirlər, dostları səni olacaq. bağçaya qoyacağam, bağçadan qalacaqsan, götürməyəcəm. Biz o qorxuları əslində valideynlər yaradırlar özləri evdə. Aparıb atacağım səni bağçaya. Bəli, onu valideyn bax, bu statistika belə də dünya təcrübəsində səhər-səhər övladını öpüb sığallayıb, onunla söhbət edib bağçaya qoyan uşaq daha rahat, yəni uyğunlaşır bağça mühitinə, nəinki o qolundan səhər-səhər dartışdırılıb bağçaya gətirilən uşaq. Və burada fərqlər var. Ona görə də burada məsələ diqqətli olmaqdır.
Valideyn də dediyim kimi bilmir. Onu başa salır ki, hə siz dediyiniz kimi evdə məsəl üçün bağça haqqında məlumat versin. Daha hər bizdə necə də həkimlə qorxuduruq uşaqları, polislə qorxuduruq. Sonra uşaq polis görən kimi həyəcanlanır. Bağçanın gözəllikləri Bəli, barədə bağça yox, məsələn. bağçaya atacağam, bağçadan götürməyəcəm, bağçada qalacaqsan. Uşaq da sonra gəlir bir valideynin biri gəlib başqa uşağı götürən kimi başlayır ağlamağa ki, onun atası, anası gəldi, mən qaldım. Düzdür. Bax bunlar hamısı yəni diqqət edilməli olan məqamlardır. Valideyn şurası nədir? Nəsbə müəllimə, nə işə yarayır? Valideyn şurası bu valideynlərin yaratdığı bir şuradır, yəni birlikdir məncə. Burada valideyn şurası valideynlərin bağça ilə əlaqəsini məncə tənzimləyir. Valideynlər öz aralarında ona bir rəhbər seçirlər. Aha. Və bu da bağça ilə valideyn arasındakı əlaqələri tənzimləyir. Məsələn, iclasların təşkilinin vaxtıdır. Bilmirəm, Məsələn, bağçalarda açıq qapı günləri olur. WhatsApp qrupları var indi. O əslində yəni WhatsApp qrupu olmamışdan qabaq əslində müəssisələrdə pedaqoji valideyn şuraları olur ki, bir şuranın sədri olur. O beləliklə bağça rəhbərliyi ilə daha sıx əlaqədə olur və verilən məlumatları, bəli, edilən dəyişiklikləri, tədbirləri, bəli, iclaslardır. o xəbər verir valideynlərə. Yəni bir nəfər nümayəndə seçilir belə. Bəli, necə ki indi qruplar var. Əvvəl yəni qrup olmamışdan, WhatsApplar olmamışdan qabaq da Təhsil Nazirliyimiz bəli belə bir şura təşkil edib əslində. Var oldu. İndi varmı bağçalarda, yoxdurmu, o başqa məsələdir. Nisbi o sonrakı işdir. Bizə əsas bax bu lazımdır ki, bəli, valideyn şurası belə. Necə ki pedaqoji şurada pedaqoji işçilər, valideyn şurasında isə valideynlər və ya qəyyumlar. Qəyyumdakı yəni ailəsini itirən uşaqların hüquqi nümayəndəsi. Bəli, nümayəndəsi. Onun hüquqlarının müdafiə edən nümayəndə. Bəli. Aha, yəni sonra mutizm nədir? Nəsbə müəllimə? Mutizm uşaqlarda danışa bilib də danışmamaq, danışmaq istəməmək Danışmamağı seçməsi. Aha. Danışmamağı seçmək, bəli. Burada var selektiv mutizm ki, uşaqlar danışmaq istədikləri insanları seçirlər. Məsələn, kimisə daha yaxın bilirsə, onunla danışır, başqa heç kəslə danışmır. Var total mutizm, onda isə ümumiyyətlə uşaq ünsiyyət qurmur. Bunu, yəni total mutizm artıq daha çox, məsələn, loqopeddir, psixoloqdur, nevropatoloqdur. Bunlarla müdaxilə, yəni görüşləri, onların təhsili tələb olunur. Bəs qrupunuzda belə bir uşaq olsa, onu necə özünüzə uyğunlaşdırarsınız? Necə onu ünsiyyət qurarsınız? Mənimə bütün uşaqlarımla ünsiyyət yolu ancaq sevgi göstərməkdən, nəvazişdən keçir fikirləşirəm ki. Çünki onların başqa dili yoxdur ki. Ancaq sevgini hiss elətdirməlisən, nəvazişi, ona dost olduğunu, ona yaxın olduğunu, onun müəllimi yox, oyun yoldaşı kimi hiss elətməlisən ki, o səndən ünsiyyətə girməyə istəsin. Başqa bir yol, yəni düzdür, bunun pedaqoji üsulları da var uşağa yaxınlaşmanın. Amma daha çox onun başında mən fikirləşirəm ki, müəllimənin o peşə qabiliyyəti durur, uşağı təhsil etməyi bacarmaq, psixologiyasını düzgün bilməyi. Onu müalicə etmək üçün onu biz mütəxəssisə yönləndirməliyik. Yəni valideyn bəlkə bilmir, çünki evdə elə uşaqlar evdə danışırlar. Sadəcə sosiallaşanda, yəni ictimai mühitdə danışmırlar, seçir danışır. Yox, əgər valideyn bilmirsə söz yox ki, valideyn əslində o uşağın valideyni ilə daha sıx ünsiyyət saxlamaq lazımdır ki, uşağa necə yanaşacağını bilməlisən. Onu valideyndən alasan ki, bu uşağa daha çox necə yanaşsam ürəyini ələ ala bilərəm. Yəni məlumatı da öz yerində ki, valideyn bunu bilməlidir ki, uşaq danışmır, ünsiyyət qurmur. Bəli, valideyn elə bilir ki, bu normal olmalıdır. Hə, deyir, atası da belə idi. Nə bilim, anası, nənəsi deyir ki, bibisi də belə idi. Hə, onlara oxşuyur, bu genetikdir. Xeyr.
Bu psixoloji bir problemdir və valideyni biz izah edirik, başa salırıq ki, bir nevropatoloqa, bir psixoloqa, psixonevroloqa, yəni uşaq defektoloqa aparsın. Bir diaqnoz qoyulsun buna və korreksiyası üzrə işlər görülsün. Bəli, bu onun bir başqa tərəfdən yanaşmasıdır. Yəni Bəli. Amma biz tərbiyəçi müəllim olaraq, bəli, sizin dediyiniz kimi onun maraq dairəsinə, onun birlikdə qəlbinin dərinliklərinə enib onunla özümüzü arasında emosional bağ qurmalıyıq ki, o bu bizi işdə valideyn də mütləq əməkdaşlıq eləməlidir ki, bacaraq. mütləq belə vəziyyətlərdə mütləq valideynlə əməkdaşlıq. Ümumiyyətlə valideynlə əməkdaşlıq bütün yanaşma və nəzəriyyələrin ortaq cəhdidir. Gəlin belə bir sual da verim. Bakı regionalının sualıdır. Deyir, qrupumuzda nadinc uşaq var. Nadinc oyuncaqları sındıran, yoldaşlarını vuran, səs-küy çıxardan, sizə mane olan və valideynlər yığışıb gəlirlər, deyirlər ki, Nəsibə müəllimə, biz Məhəmmədi sinifdə qrupda istəmirik. Ərizə yazmışıq, qol da çəkmişik, onu qrupdan çıxardın. Buyurun. Mən də həmin Müəllimə, valideynlərin burada başında gəlmişəm. Deyirəm ki, Nəsibə müəllimə, biz Məhəmmədi qrupda istəmirik. Baxın, bu bizim ərizələrimizdir, qol da çəkmişik. Çıxardın Məhəmmədi sinifdən, uşaqlarımızı vurur, onlar gəlib Məhəmmədin evdə hərəkətlərini edirlər. fikirləşirəm ki, bir halda ki, valideynlər hamısı bir qərara gəliblər, belə bir tələb eləyirlər. Onda bir valideyn icrası təşkil eləyərəm və valideynləri orada maarifləndirərəm ki, hər bir uşağın bağçada olmaq hüququ var və onu çıxartmaq bizim səlahiyyətimizdə deyil. Onun da haqqı var ki, bağçada olsun. Bir də ki, məsələ indi valideynlərin maarifləndirilməsi başqa, uşağa yanaşma da lazımdır ki, uşağın nadinçliyi, bu qədər hiperaktiv olması, aqressiv olmasının səbəblərini, bu da vacibdir. İndi müəllim, sual valideynlərin, bəli. Səbəb var, uşaq məhdudiyyətlidir, yəni sağlam imkanı məhdud, əqli geriliyi var. Hansı diaqnozu var? Autizmin ağır formasıdır. Sualın əsas hissəsi, sizin sualınız əsas hissəsi onu nə etmək olardı? Çıxart deyirlər. Bu hissəyə cavab verir ki, qətiyyən heç kim o uşağı bağçadan çıxartmaq hüququna malik deyil. Mən bildiyim qədərilə ancaq valideyn çıxarda bilər uşağı bağçadan. Bəli. Bəs yaxşı, valideynləri başa saldınız ki, olmaz, qanun belə, uşaq hüququ belə. Siz bəs nə iş görərsiniz bu istiqamətdə? Valideynləri necə razı salıb evə göndərəcəksiniz ki, onlar yəni sizə sizin sözünüzə etibar edib evə getsinlər? Mənim sözümə etibar belədir ki, mən onları bunun elmi tərəfini, yəni o uşağın qüsurunun nə olduğunu, onunla davranmalı olduğumuz, nə cür davranmalı olduğumuzu, yəni bu tərəfin başa salandan sonra da onların biraz da necə deyim, məsələn, vicdanlarına toxunaram ki, sizin uşağın empatiya qurmaq lazımdır. Sizin uşağınız da ola bilər ki, bu olsun, belə olsun. Bir yol, məsələn, hər tərəfdən onlara maarifləndirmək və təsir eləmək yolu ilə. Həmin uşağın valideynini bu məsələni necə məlumatlandırarsınız? Bu işdən bağlı nə iş görərsiniz? Bu uşaq, baxın, elə belə bir uşağınız varsa, buna davranış pozuntusu deyirlər. Bəli. Nə iş görür? Valideyn yardım göstərərsiniz? Məhəmmədin maması. Valideyn, mən özüm o uşaqla, yəqin ki, mənim oxumuşamsa, mən uşaqla necə davranmaq lazım olduğumu bilirəm. Bu cəhətdən, yəni onun psixologiyasını bilirəm, xəstəliyinin əlamətini bilirəm də, yəni qüsurunun. Özünüz korreksiya eləyərsiniz? Bəli. Özünüz korreksiya eləyərsiniz? Xeyr, müəllimə, bunun üçün mütəxəssis var. Valideyni də əgər o bu barədə məlumatı azdırsa, yəni hamısı savadlı olmur ki, ola bilər ki, o xəstəliklə bağlı məlumatı olmasın, onu başa salaram. Yəni fərdi şəkildə. Heç iclasda yox, valideyn yanında yox, fərdi şəkildə onunla başa salaram ki, uşaqda belə bir qüsur var, onu mütəxəssis yanına aparmaq lazımdır, ona, yəni onun üzərində işləmək lazımdır. Mütəxəssis.
Bəli, Bəli, bu bəli. işi biz bəzi müəllimlər deyir ki, hə məşğul olaram, nə bilim hazırlaşdıraram şey. Xeyr, Bu o işin bizim işimiz deyil. biz tərbiyəçi Bəli. müəllimik, biz psixoloq deyilik, biz defektoloq Biz deyilik. istiqamətləndirə bilərik. Bəli. Bir kompleks şəkildə, hə, müəssisədə müəyyən istiqamətdə həmin belə deyək də işin əhli kimdirsə ona yönləndiririk. Bağçada da biz də bir əlimiz belə deyək də həmin uşağın üzərində olur. Kompleks şəkildə valideynlə əməkdaşlıq edərək məsələni həll yoluna qoyuruq. Qətiyyən həm yəni belə deyək də inklüziv təhsil sistemində isə Hı -hı. bütün uşaqların təhsil almaq hüququ var və biz heç kəsin təhsil hüququnu əlindən Təmin ala eləməliyik bilmərik. onu. Yəni ya nə Bəli. bilim mən istəmirəm uşağım bu qrupda, bu uşaq bizim qrupda olsun, uşağıma pis təsir eləyir. Təbii ki, bunlar olur, normaldır, amma inklüziv təhsil sistemində bütün uşaqların təhsil almaq hüququ var. Bəli, Eləcə də valideynləri başa salır ki, bu qanunla tənzimlənir. bəli, Bu eləcə bizdən də asılı. əlilliyi olan şəxslərin, məhdudiyyətli olan şəxslərin məsələn, yəni ay o bəy istəmədi, bu istəmədi. Yəni belə şey yoxdur. Ümumiyyətlə heç bir valideynin hansısa bir səbəbdən hansısa bir uşağı bağçadan çıxartdırmaq ixtiyarı yoxdur. Bir sözlə.